بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا محمد اللهم صل على محمد وآل محمد وآله الطاهرين المعصومين الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا ولعنة الله على أعدائهم أجمعين إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Hazreti İmam Zaman ağanı salavatla yad edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah Teala insanı necə görmək istəyir? İnsanın insanlığı deyəndə nə nəzərdə tutulur? İnsaniyyət, insanlıq, insani mənlik, insani hüviyyət, insani heysiyyət, şəxsiyyət nədir bu? Allah Teala nəzərində bu nədən ibarətdir? Bu əhəmiyyətli məsələdir maraqlanan adamlar üçün. Doğrudur ki, dünyada insanların maraqları müxtəlif olur. Təbii, dünyada hamımızın dünyəvi həyat üçün lazım olan zəruri şeylərə ehtiyacımız var. Amma bu ehtiyaclardan hər biri bir insanın hobbisidir. Birininki puldur. Puldan zövq alır. Birininki elmdir, elmdən zövq alır. Birində hakimiyyətdir, hakimiyyətdən zövq alır. Birində şan-şöhrətdir, şan-şöhrətdən zövq alır. Hərə bir şeydən zövq alır. Bəs Allah adamının hobbisi nə olmalıdır? İşi nə olmalıdır? Maraq nəyə olmalıdır? Bunu biraz başqa cür desək, Allah bizləri yaradanda buyurmadı ki, mən insan yaradıram, bəndəmi yaradıram, məxluq yaradıram. Allahın o ifadəsi çox mühümdür axı. Bunu bir neçə dəfə qeyd eləmişik ki, Allah Teala söz deyəndə pafosla demir, şişirdib demir. Söz deyəndə düz hədəfə vurur, həqiqəti deyir. Allah Teala mələklərinə belə buyurdu: İnni cailun fil ardi xəlifəh. Mən canişin yaradıram yer üzündə. Mən yer üzərində öz qaim məqamımı yaradıram. Mümkününüz olsa bu mucizədən sonra gedin baxın lüğətə, canişin, qaim məqam, xəlifə nə deməkdir? Dəhşətli bir vəzifə verilib insana. Ona görə ağırdır əks təqdirdə cəzası. Ona görə cəhənnəm o da əbədidir. İnsan göründüyündən böyükdür, göründüyündən böyük qüdrətə malikdir. Çox cılız görsənsə də, çox əzəmətli bir vəzifə verilib və vəzifə də Allah'a əvəz eləməkdir yer üzündə. Allah Teala'nı yer üzündə əvəz eləmək bizə tapşırılıb. Bizim missiyamız budur. Başqa baxımdan desək, biz hamımız, biraz pafosla desək, peyğəmbərik. Bu ağır vəzifə üçün kifayət qədər istedadı da Allah Teala verib. Bu istedada haqsızlıq eləyib o vəzifəni yerinə yetirməyəndə əbədi cəhənnəm əmələ gəlir. Niyə əbədi cəhənnəm? Niyə o şiddətli əzablar, əzablar, ağrıdıcı əzablar? Çünki böyük haqsızlıq olub çox böyük neymətə. Allah'a əvəz etmək kimi böyük vəzifəyə haqsızlıq olunur.
Bir ayədə buyurur ki, mən bu əmanəti, mənə əvəz etmə əmanətini dağa versəydim, dağ darmadağın olardı. Dağda o istidad yaratmayıb. Ləv ənzəlnə hədəl Qur'an alə cəbəlin lərəəytəhu xaşiən mütəsaddiən min xəşyətillah. Bu Qur'anı biz dağa göndərsəydik, dağı görərdin ki, Allahın qorxusundan, Allahın heybətindən, əzəmətindən darmadağın oldu. Allah Teala bizləri niyə qoymur darmadağın olmağa? Cəhalət adlı bir pərdə çəkib üstümüzə. İnsan məşq elədikcə, elm qazandıqca, ibadət elədikcə cəhalət pərdəsidir. İnsan yavaş-yavaş böyüyür, ona görə dağılmır. Bəzi dualar var imamlardan. Belə məlum olur ki, Allah Teala bircə anlıq öz əzəmətini mənə sənə göstərsə, minimum budur ki, qəşş eləyib yıxılacaq yerə. Biraz göstərdi Musa Peyğəmbərin qövmündəki alimlərə, hamısı öldü. Hamısı öldü. Musa Peyğəmbər də öldü, qəşş elədi, yıxıldı, sonra yenə özünə gəldi. Böyük vəzifə tapşırılıb. Nədir bu vəzifə? Allah əvəz eləmək nədir? Qur'an-ı Kərimdə qəribə bir nurani yol gedir ayələrin içində. Buyurur ki, Ya eyyuhəl insan, ma qərrəkə bi rabbikəl kərim. Bu ayədə Allah Teala özünü Kərim adlandırır. Kərim Allah. Buyurur ki, Kiramən katibin. Mələkləri Allah Teala Kərim adlandırır. Kərim mələklər. Buyurur, İnnəhu lə Qur'anun kərim. Qur'anı Allah Teala Kərim adlandırır. Kərim Qur'an. Buyurur, və ləqəd kərrəmna bəni Adəm. Adəm evladını Allah Teala Kərim adlandırır. Bu xəttə Allah Teala qorumağı bizə tapşırır. Kəramətli Allahdan, kəramətli Qur'an, kəramətli mələklərin əlində gəlir kəramətli insana. Bu xətt ki, yuxarıdan aşağı gəldi, aşağıdan yuxarı elə qorunmalıdır. Qorunmasa əbədi cəhənnəmdir. Mənaları da kərimdir. Yetimə kömək eləməyi Allah Teala Qur'anda demir ki, yetimə çörək ver. Buyurur ki, və la tukrimunəl yetim, yetimi kəramətli hesab etmədiniz. Möminlərin cəhalətli insanların əməllərinin yanından keçəndə onların reaksiyasını belə, əksləməlini belə çatdırır Allah Teala. Və izə mərru bihi mərru kirama. O cahil adamların yanından keçəndə kəramətli formada keçərlər. Nədir o kəramət? O kəramət nədən ibarətdir? O kəramət bir mənada insanın öz mövqeyini, dəyərini qavrayıb ona uyğun hərəkət etməsidir. Madam ki, Allah məni böyük hesab edib, Quran göndərib mənə, madam ki, o boyda mələklərlə Quranı göndərib mənə, o qədər peyğəmbərlərlə Quran göndərib mənə, madam ki, Quranı mənə göndərib, hansı ki, dağa versəydi, dağ parçalanardı, mən özümü ona layiq aparmalıyam. Bu mənada yaşayan insana fikri hökmlərə əməl eləmək rahatdır. Əxlaqi hökmlərə əməl eləmək rahatdır. Çünki insan artıq baxmır ki, nə halaldır eləyim, nə haramdır eləməyim. İnsan artıq buna baxır. Mən bir Allah bəndəsi olaraq mənə nə yaraşar, onu eləyim. Mənə qeybət yaraşar, böhtan yaraşar. Mənim ağzıma, Allahın canişininin ağzına söyüş yaraşar. Allahın hərəmi, Allah Teala buyurur ki, əl-qəlbu hərəmullah. Məsumun dili ilə. Qəlb Allahın
toxunulmaz məkanıdır. Və la tusqin fi haramillah qayrəllah. Allahın məkanına başqasını buraxma. Allahın məkanı olan qəlbi ona yaraşar ki, pis şeylər fikirləşsin. Yox, yaraşmaz. İnsan ləyaqətinə, bəndəlik ləyaqətinə yaraşar günah eləsin, yox. Namərdlik yaraşar Allahın bəndəsinə, özü kimə qarşı? Allahın kəramət verdiyi başqa bəndəsinə qarşı. Yox, yaraşmaz. Peyğəmbər salavatullah ki, Məkkəni fəth elədi. Bilirsiniz də Məkkəlilər nələr gətirmişlər Peyğəmbərin başına. Daşlamışdılar. Bizi bir məhəllə daşlasalar, ömrümüzün axırına kimi onu danışacaq, yadımızdan çıxmayacaq. Başından zibil tökmüşdülər. 3 il blokadada saxlamışdılar onu və nəslini və iman gətirənləri. Bunlarla alver-eləmək olmaz, bunlara qız verib qız almaq olmaz. Kim bunlara çörək versə, bunlara qatılacaq. Ona iman gətirənləri faciəli şəkildə öldürmüşdülər. Baxın, insanın özünə nə eləsələr də yeri var dözməyə. Amma görəndə ki, biri sənə inanır, sənə güvənir. Bu inama, bu güvənə görə onu öldürürlər, sən də heç bir şey eləyə bilmirsən. Çox ağırdır axı. Adi valideynin uşağına bir şey eləyəndə valideyn cavab verə bilməndə az qalır başını divara çırpsın. Ki, uşaq mənə inanır, mən onu qoruya bilmirəm. Peyğəmbər sallallahu gözünün qabağında Əmmarın ata-anasını qətl etirdilər. Siz niyə müsəlman olmuşsunuz? Bilal, qara qul olan, nökər olan Bilalın üstünə ağır daşlar yığırdılar. İki dənə büt Allah'dır. O deyirdi, la ilahe illallah. Ahadun, ahadun, samadun, samadun. Bir olan Allah'tan başqa Allah yox. Bunlardan keçdi Peyğəmbər. Ahırda özünü öldürürdülər. Ona iman getirənlər qaçqın düşdü, getdi Həbəşistana, Efiyopiyaya. Nə zülümlər ki, eləmədilər Peyğəmbərə. Mədiniyə köçdü. Elə 1 ildir, 2 ildir köçmüşdü, bir dənə Bədir müharibəsi düzəltdilər. Neçə il keçdi, üstündən bir dənə Uhud müharibəsi düzəltdilər. Hüneyn müharibəsi, Xəndəq müharibəsi, dalbadal müharibələr. Yəni 23 il müddətində Peyğəmbərliyin hardasa bir təxminən 20 ilə yaxınını Peyğəmbərə mümkün qədər haqsızlıq elədilər. Peyğəmbər Məkkəni fəth elədi. Gördü, mən sizinlə neyniyim? Onlar indi xəcalət çəkmədilər. Dedilər ki, biz səni kərim adam kimi tanıyırıq. Sən ləyaqətli insansan. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu, hamımızı azad eləyirəm. Bağışladım hamımızı. Burada danışmağa, işitməyə nə var ki? O zülm elədilər, bu da bağışladı. Belə asanlıqla deyil, çox çətindir. Adi burada biri o birini bir balada dümsüyləyəndə elə tərs-tərs baxır, az qaldı o birinin gözünü deşsin. 20 ilə yaxın müddətdə Peyğəmbərə nə haqsızlıq ki, eləmədilər. Əmisini öldürən adamı bağışladı. Vəhşini. Dedi, get səni görməyeyim. Çünki səni görəndə əmim Həmzə yadıma düşür. Bu kəramətli Peyğəmbər idi. Onun təbəələri də kəramətli olmalıdırlar. Bu kəramət prinsipi ilə yaşayan insanın günahlardan qorxusu olmaz. Əlbəttə, bu kəramət prinsipi ilə yaşayan insanın, yaşamayanın yox. 5 dəqiqəlik, 15 dəqiqəlik planla yox, proqramla yox. Əbədi bir proqram. İblis gəldi Musa Peyğəmbər dedi, ya Musa, sənə biraz nəsiyyət eləmək istəyirəm. Allah da buyurdu, qulaq as. Dedi birincisi, saydı işim yoxdur. Biri də bunu dedi ki, mənim cənazəmi qarşında görməsən, amanda olma məndən. Yəni 2 rükət namaz qılan kimi elə bilmə ki, vəssalam, iblisin evini yıxmışam. Hasan gördün iblisin cənazəsini yıxıdıblar qabağına, onda denən ki, şükür Allaha azad oldum. Yəni iblisin cənazəsini gözümün önündə görənə qədər mübarizədir.
İblis və iblis sifətlərinlə mübarizə. Alimlər buyururlar, bəzi insanlar niyə haqq hesab olunmadan cənnətə gedirlər? Niyə? Çünki onlar hər gün özlərinə haqq hesab verirlər. Onlar öz ləyaqətlərinin qədrini bilirlər. Onların proqramları var, planı var. İnsan surəsində buyurur ki, insan cənnətə daxil olan kimi ona bir kasa cənnət şərabı verirlər. Özdə sərin olur o şərbət. Sərin olur. Səpsərin, ürək sərinlədən bir cənnət şərbəti. Niyə? Çünki bu yorulub. Bu insan bir ömür mübarizə aparıb iblislə. Ən güclü pəhləvanla mübarizə aparıb. Ən güclü pəhləvanla bir ömür mübarizə aparıb, yorğundur bu. Cənnətə daxil olan kimi bir kasa şərbət verirlər ki, yorğunluğun çıxsın. Necə ki, döyüşdən çıxanlara bal şərbət verərdilər qədimdə. Biraz sakitləşsin, yorğunluğu çıxsın. Ona da elə sərin şərbət verirlər. Bu yorulub. Çox zəhmət çəkib. Kəramətini qoruyub. Günahı tərk etməklə kəraməti qorunmağın arasında biraz fərq var. Günahı tərk edən insan mümkündür tam kəramətli olmasın. Amma kəramətli insanın həndəvərinə iblis gələ bilmir. Günah gələ bilmir. Kəramətli insanlar bu yolda qanların töküblər ki, kəraməti qorusunlar, insan ləyaqətini qorusunlar. Adam hərdən o haqda düşünməlidir. Adam hərdən fikirləşməlidir ki, tutalım halal var, haram var, fiqh var, əxlaq var, ibadət var, günah var, bunlar bir yana. Mənə ümumiyyətlə nə yaraşar? Gəldi, söydü, keçdi. Mənə yaraşar durum qaçımı onda çatan kimi başına bir dənə vurum, qaydım gəlin. Mənə yaraşar 5 manat pula görə xums verməyim. Mənə yaraşar 5 milyon dollara görə xums verməyim. Məni boydadır bu 5 milyon. Mənə yaraşar ki, özüm kabab yeyim, qonşum supu zorla tapsın. İndi nə qədər söz var, nə bilim, o da qazansın, Allah onu da versin, nə bilim, zay adamdır filan, qoyduq kənara. Biz danışırıq, nə yaraşar, nə yaraşmaz. Yaraşar adama. Həzrət Aleyhisselam'a dedilər ki, Muaviyyənin qoşunu Fıratı alıb, al ondan geri. Dedi, mənə yaraşmaz. Mənə yaraşmaz dedim mən də onun kimi. Əli neynə dünyada dayandı suyun qabağını deyir ki, Muaviyyənin qoşunu içməsin. Bu ayıb adama yaraşmaz. Bu idi Aleyhisselamın şəxsiyyəti. Malikəşlərə bir dənə kişi sümük atdı. Yedi dükanda sümüyü, adam biraz xarınlayanda elə olur. Bütün işlərin qəbahəti gedir adamın gözündən. Ya da ki, bir çox işlərin. Sonra deyənləri, məsələn, bunun imkanı zadı az idi. Ruhunda zəlillik var idi. Zəlil adamlarla elə dostu idi. Laf belə bir dənə əl sayaqsız görəndə kəlli görüşürdü. İndi pulu var. Nəinki o barədə düşünmür, heç o mərhələdə deyil ki, hərdən gəlsin o zəlil adamla görüşsün. O kişi də xarınlamışdı. Yedi əti, sümüyü tulladı. Yoldan keçən malikəşlərin üstünə. Malik döndü, baxdı, söz demədi, getdi. O biri baxırdı hadisiyə, Maliki tanıyırdı. Qayıtdı, gəldi ki, evin yıxılsın. Bu, Misrin təzə valisidir. Misirdə olmuşdu bu hadisə. Sən merə sümük atdın. Özdə bilirsən kimdir bu vali? Əli Aleyhisselamın sərkərdəsi Malikəşlər. O döyüşlərin qəhrəmanı. Çıxdı dükandan başlı oldu, qasa. Orada Malik, burada Malik. Dedilər ki, getdi məscidə. Girdi məscidə, tövşüyə gördü ki, Malik namaz qılır. Oturdu. Əsə, qorxa. Həyəcan içində gözləyir. Malik namazı bitirdi. Ay sənə qurban olum, dədəm qurban, nənə heç və Allaha görə eləmir. Qorxuraq indi bildim, validir, öldürə bilər filan. Belə filan Malik buyurdu ki, dayan. Mənim məsciddə namaz qılmaq qəsdim yox idi. Mən buraya gəlmişəm ki, 2 rükət namaz qılım ki, ilahi, onu hidayət elə. Mənə görə ona əzab vermə.
Bu artıq adamı döyməkdən, cəzalandırmaqdan böyükdir. İnsan ləyaqətin yaşadır. Allah rəhmət etsin Allamə Təbatabayiyə. Soruşdular ki, ağa, insan xəlifətullahdır, nə deməkdir? Necə yəni insan Allahın xəlifəsidir? Buyurdu, əstəğfirullah, ələyyazü billah. Yəni, əgər Allah Təbarəkə və Teala yerdə olsaydı, belə yaşayardı. İnsan yerdə, bu cismani bədəndə onu yaşatmalıdır. İlahi xasiyyətə malik olmalıdır. Bağışlamağı bacarmalıdır. Səxavəti bacarmalıdır. Mərdliyi bacarmalıdır. Səbri, hövsələni bacarmalıdır. Təmkini bacarmalıdır. Qəzəbi olmamalıdır. Hikməti olmalıdır. Qəzəblə rəftar eləməməlidir. Düşüncə ilə rəftar eləməlidir. Mən burada buna əsəbili görsənsəm yaxşıdır ya, yumuşaq görsənsəm. Hansı buna xeyirdir tərbiyə bizə baxımdan? Dünya gəldi sevinməməlidir. Dünya getdi sevinməməlidir. Bir sözlə faniyə və fənaya bel bağlamamalıdır. Baqiyə və bəqaya bel bağlamalıdır. İnsan bu olmalıdır. İmam-ı Zaman əleyhissalama 313 nəfər belə insan lazımdır. Bundan aşağı insanlar, möminlər çoxdur. O 313 nəfər belə insan lazımdır. Allahın yeryüzündə 313 dənə xəlifəsi olmalıdır ki, İmam Zaman ağa zuhur eləsin. Allahın verir izzətinə zəlalına, Allah Teala o müqəddəs şəxsiyyətin zuhurunda təcil buyursun inşallah. Bu cəmin bütün şər'i hacətlərini rəva eləsin. Dünya və axirətdə bizi əhl-i beytdən ayrı salmasın. Nəslimizdə əhl-i beyt düşməni qərar verməsin. Xəstələrə şəfayı acil inayət eləsin. Ehtiyacı olanların duasını qəbul eləsin. Bu cəmmi kainatın ən xoşbəxtləri qərar versin inşallah. Ağanın zuhuru üçün salavat zikr edin.